iki eşeğin arxasını bölə bilməyən Siyavuş Novruzov AXCP Musavat haqqında görün nə deyir. Siyasi partiyalar bilirsiniz ki, vahid şəkildə bu günləri Azərbaycan dövlətinin maraqların iki partiya AXCP və Müsavatı çıxmaq şərti ilə vətən xaini olan bu partiyaları çıxmaq şərti ilə yerdə qalan partiyalar ümumdövlət maraqları çərçivəsində birlikdə fəaliyyət göstərdilər. Həmən o bu sarsaq deputata səslənmək istəyirəm ki, vətənə xəyanət maddəsi çox ağır maddədir və siz bunu Milli Qocalar Evində səsləndirirsiniz. O 125 dənə qoyunun içindən bir dənə ağıllısı çıxıb demir ki, ay axmaq, ay gicbəsər, bu nə danışırdı sən danışırsan, vətənə xəyanət ağır maddədir, hə? Sən vətənə xəyanət adı qoyursansa AXCP-yə, Musavata, vətənə xəyanət eləyənlərdən də biri, belə deyək də, Ramiz Mehdiyevdir, adı hallanır. Sən Ramiz Mehdiyevin bağ evində, Novxanıda, nəvəsinin toyunda iştirak eləmirsən, pandemiya dövründə arvadınla, Səbinə Əliyeva ilə, Ambusmanla, yalan deyirəm, buyur videonu izlə. Düşüncəsini əhatə edən fikirlər danmışsın. Ramiz müəllim, sizin xidmətinizi biz böyük qiymətləndiririk, çox böyük. Nəinki biz, burada biz kimik, xırda adamlarıq bəlkə də bilirsin. Xalqımız böyük qiymətləndirir, millətimiz böyük qiymətləndirir. Bax, bu uğurların həyata keçirməsində o praktik adımlara siz rəhbərlik eləmişsiniz. Bundan da başqa bir siz Azərbaycanın... Gördünüz bəy tərifini. Ramiz Mehdiyevin nəvəsinin toyundan olan görüntü idi bu görüntü. Və Siyavuş Novruzov, Səbinə Əliyeva, ölkənin ambusmanı orada iştirak edirdilər. İndi kimdir vətən xaini Siyavuş Novruzov? Hə? Bu günləri Ramiz Mehdiyevlə kimin daha yaxşı sıx əlaqələri var idi? Əli Kərimli mi getmişdi həmən o toya? Məhəmməd İbrahimli mi getmişdi o toya? Yoxsa sən çaqqal mı getmişdin o toya? Həyat yoldaşınla. Hanı DTX? Niyə işləmir DTX? Ramiz Mehdiyevin nəvəsinin toyuna gedən şəxs bu günlər Milli Qocalar Evində niyə oturmalıdır? Niyə mandatını almırsınız əlindən? Hə? Ona görə də bilirsiniz ki, bunlar hamısı bir şoudur. Və DTX şou çəkir. DTX ilham şou yaradır ölkədə. Ayıq olun vətəndaşlar, ayıq olun. Çünki bu hakimiyyət hələ çox başlar aparacaq. Sizinlə mən Orxan Ağayev, Hüseyin TV.